Paulun Efeslilərə məktubu. Efeslilərə məktub. 1-ci fəsil. Allahın iradəsi ilə Məsih İsa'nın həvarisi olan mən Pauldan, Məsih İsa'da sadiq qalan Efesdəki müqəddəslərə salam. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Məsihdə bizə bəxş olunan bəxtiyarlıq. Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha, Rəbbimiz İsa Məsihin atasına alqış olsun. O, dünya yaranmazdan qabaq, bizi Məsihdə seçdi ki, biz məhəbbətdə onun qarşısında müqəddəs və nöqsansız olaq. Öz iradəsinin xoş məramına görə, İsa Məsih vasitəsi ilə bizi əvvəlcədən təyin elədi ki, özü üçün övladlığa götürsün. Belə ki, sevimli oğlunda bizə bəxş elədiyi, öz lütfünün izzətini məhd eləyək, tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi öz zəngin lütfüne görə biz oğlunda, onun qanı vasitəsi ilə satın alınmaya, təqsirlərimizin bağışlanmasına malikik. Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını o, Məsihdə əvvəlcədən təyin eləmişdi. Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. Hər şeyi öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin məthi üçün mövcud olaq. Həqiqət kəlamını, xilasınızın müjdəsini eşidib Məsihə iman eləyən zaman siz də vəd olunmuş müqəddəs ruhla onda möhürləndiniz. Müqəddəs ruh Allaha məxsus olanların satın alınmasından ötürü irsimiz üçün qoyulan girovdur. Belə ki, Allahın izzətini məhd eləyək. Paulun imanlılar üçün duası. Bundan ötürü mən də Rəbb İsa'ya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib, sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür eləyirəm. Dua eləyirəm ki, Rəbbimiz İsa Məsihin Allaha olan izzətli ata özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Qoy o, qəlbinizin gözünü nurlandırsın ki, onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, onun böyük qüvvəsinin fəaliyyətinə görə iman eləyən bizlərə sərf elədiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, onu ölülər arasından dirildib, səmada öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan onu çox yüksəltdi. Hər şeyi ona tabi eləyərək ayaqlarının altına qoydu. Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət onun bədənidir. Hər şeyi hər tərəfli bütövləşdirənin bütövlüyüdür.